Biz hər hansı bir rotasiya planlaşdırmırıq və bizdə də 15-16 futbolçu var ki, özü də bilirsiniz ki, il boyu məndə 11 nəfər əsassiyət deyə bir fikir, anlam yoxdur. Ola bilər bu gün 11-likdə başlayan oyunçu Kəpəzən oyunda başlamasın. Ola bilər bu gün 11-də başlayan oyunçu Kəpəzən oyunda 11-də başlasın və bu Neftçi ilə bağlı bir şey deyil. Biz bu dəqiqə Neftçi ilə oyunu düşünmürük. Bizim üçün olduqca vacib 3 xal var və rəqabət çempionatının necə getdiyini görürsünüz və bu çempionatda 7-ci olmağın heç kimi təcrübələndirməyəcək. Bu bir reallıqdır ki, sən 7-ci ola bilərsən. O yüzdən də biz bütün fikrimizi 3 növbədə çempionata verəcəyik. Ondan sonra 3 gün sonra Neftçi ilə oyuna düşünəcəyik. Ümumən qəribə olur. Təsəvvürün ən çox kubokla bağlı təklif bildirən mən idim, irad bildirən mən idim ki, kuboku qazanmaq asandır. Ən çətin yol bizə düşür. 8-də 1 Neftçi, 4-də 1 Sumqayıt. Eyni senari yaşayırıq. Yarım finalda Turan, Araz. Finalda da Sabah, Qarabağ. Ehtimal olaraq deyirəm də, belə deyək, digər komanda hörmətsizliyi kimi olmasın. Ən çətin yol. Və o yüzdən də bizim üçün çempionat ilk növbədə prioritet həmişə çempionat olub. Təbii olaraq biz də sizlərə kubokda irəliləyək, bir oyundur. Neftçi də bilirik nə qədər ambisiyalı, iddialı olacaq oyunda. Biz seçmirik. Bu dəqiqə o seçmə periodu deyil və o yüzdən də bütün fikrimizi hal-hazırda Kəpəzən oyuna verəcəyik.